Həyatda hər kəsin öz çərçivəsi var və çərçivələrin içində boş bir səhifə olur. Bəzən qara bir səhifə ağ bir hekayənin başlanğıcı ola bilər. Həyatın ən böyük dərsi də budur. Ağ və qara arasında yaşamağı öyrənmək. Həyat nə tam ağ, nə də tam qaradır. Biz onları necə gördüyümüzə görə rəngləyirik. Mən isə sözlərdən çox rəngləri başa düşürəm. Uşaq olanda bunu izah edə bilmirdim. İnsanlar danışırdı, amma mən rəngləri görürdüm. İnsanlar danışır. İnsanlar bəzən çox danışır. Səslər qarışır, anlaşılmaz olur. Mən isə hər birini tək-tək anlaya bilirəm. İnsanlar məndən gözlərinin içinə baxmaq istəyirdi. Amma mən baxanda çox şey görürdüm. Çox rəng. İnsanların səsi də rəngləridir. Sakit danışan yaşıl olur. Hirsli danışan isə qırmızı olur. Təəssüf ki, atam. Sən nənəm, danış! Gözünün içinə bax! Sən nənəm, danış! Gözünün içinə bax! Bezmişəm sənə görə biabır olmaqdan. Cəmaatın da oğlu var da? O gün Erşadın oğlu. Gəlib Ramin əmi, necəsən? Düz gözümün içinə baxır, şik kimi. Sən gəlmişsən burada, pıs sənin kimi oğlunun üstünə. Mən ona demək istəyirdim ki, onun səsi həmişə qırmızıdır. Amma anam, onun səsi göy rəngdədir. Sanki bir dənizdir. Anam həmişə susub sakitcə qulaq asırdı. Mən rənglərdən danışanda, kağızın üzərində özümü izah eləyəndə, o heç nə demirdi. Başa düşürdü. Bacım həmişə gülərüz, pozitivdir. Mənə həmişə dəstək olur, mənimlə birlikdə şəkil çəkirdi. Sanki mənim dünyamı anlamağa çalışırdı. Onun səsi isə açıq sarı idi. Günəş kimi. Bəs qədim dövrlərdə insanlar harda məskunlaşırdılar? Tural, bugün dərsdən danışacaqsan? Tural, Tural, Tural.
Tural, yaxşısan? Tural, eşidirsən məni? Qədim dövrdə insanlar harda məskunlaşırdılar? Sualıma cavab ver. Tural. Tural. Niyə mənə cavab verirsən? Gözümün içinə bax. Bezmişəm sənə görə biabır olmaqdan. Püs sənin kimi oğlumuzla. Rəssam sevgilimin rəsmini gələcək. Çək də. Üzümə bax, ək. Sən danışa bilmirsən, sənin dilin yoxdur. Və sənin üçün asobu vərəq bir də qələm gətirmişəm. Götür, çək. Götür də. Bakın ona. Səni görəndə içimdə mavi tonunda rəng açıldı. Sakit, dərin, qorxmayan bir mavi. Çox adam mənə qırmızı kimi gəlirdi.
əsəbi, narahat. Amma sən Mən sarı idim. İşıq kimi, amma tək. İlk dəfədir kimisə görəndə daxilimdə rəng dəyişir. Səni görəndə sarım çəhrayı oldu. Ümid kimi. Hər şeyin mümkün ola biləcəyi bir an kimi. heç nə demədin. Rənglərin danışdı. Və mən